Burada biz açar ifadələrə xüsusi diqqət etməliyik. 57-dən çox 65-dən az olan ədədləri uşaqlar yazsalar, həm 100 dairəsində saymaq, yazmaq qabiliyyətləri inkişaf edəcək. Həmçinin də məsələ həll etmə bacarıqları, anlama bacarıqları formalaşacaq. Öncə uşaqlar 57 və 65 arasındakı ədədləri yazırlar. Bunun üçün verilmiş yazı tərzindən istifadə etsələr, çox asan şəkildə də cavabı əldə edəcəklər, cavab tapacaqlar. 57 və 65 arasındakı ədədləri yazırıq və bilirik ki, nənənin yaşı 57 və 65 arasında sayacağımız, sadalayacağımız ədədlərdən biri olacaq. Yəni 58, 59, 60, 61, 62, 63, 64 ədədlərindən biri olacaq. Bizə ikinci açar ifadə lazımdır. İkinci açar ifadə isə budur. Bu ədədin onluq və təkliklərinin cəmi 8-ə bərabərdir. Onluq və təkliklərinin cəmi 8. Baxın 58-in onluq və təkliklərinin cəmi. Öncə 8-in üstünə təklik yazırıq, 5-in üstündə onluq və onların təklik və onluğun cəmi 5-in üstünə 8 olmuş. Sonra 59-a baxın. Təkliyi 9, onluğu 5. 9 və 5 toplayanda 14 edir. Yəni bu da deyil. Bizə lazımdır ki, onluq və təkliyin cəmi 8 olsun. 6-nın üstünə 0, 6. Bu da olmadı. 6-nın üstünə 1, 7, 61 də olmadı. Çünki təklik və onluğun cəmi 8 olmalı. 6-nın üstünə 2, 8. Fikir verin, 62 verilmiş açar ifadələrin hər ikisini özündə cəmləşdirir. Həm 57 və 65 arasındadır. Yəni 57 kiçikdir 62-dən, 62 də kiçikdir 65-dən. Yəni bir sözdən 62 57-dən çox, 65-dən isə azdır. Yəni birinci açar ifadəni özündə cəmləşdirir. Keçək indi ikinci açar ifadəyə. Onluq və təkliyinin cəmi 8-ə bərabərdir. Həqiqətən də 62-nin təkliyi 2, onluğu isə 6-dır və 6 və 2-ni toplayanda hazırda biz 8 alırıq. Deməli, bizim cavabımız 62-dir. Nənənin yaşı 62-dir.